Şok xəbər. Bugün sizin pensiyanıza göz dikiblər. Sizin 10 illərlə alın təri töküb, zəhmət çəkərək qazandığınız hər manat artıq sizə tam şəkildə məxsus deyil. Əziz nənələr, hörmətli babalar, ağsaqqallarımız, ağbilçəklərimiz. Mən pensiya hüquqları üzrə ixtisaslaşmış bir hüquqşünas olaraq bugün sizinlə qəlblərinizi titrədəcək, ruhunuzu silkələyəcək, bəlkə də qəzəbinizi alovlandıracaq bir xəbəri bölüşməyə məcburam. Banklar ciddi şəkildə pensiya kartlarından 200 manatdan artıq nağd pul çəkən hər kəsdən 2% komissiya tutmağı düşünürlər. Bəli, düz eşitdiniz, 2%. Bu sadəcə bir komissiya deyil, bu sizin halal qazancınıza uzanan bir əldir. Sizin zəhmətinizin hər qəpiyinin üstündən xət çəkmək cəhdidir. Bu sizin illərlə çəkdiyiniz əziyyətin dəyərini aşağı salmaqdır. Artıq bankomatdan pul çəkmək, dövlətə, banklara sizin alın tərinizdən pay vermək demək olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, bankomat düyməsini basan zaman siz əslində sizin haqqınız olan pulun bir hissəsini kiməsə bağışlamış olacaqsınız. Sizi razılığınız olmadan cibinizdən bir parça qoparmış olacaqlar. Telefon fırıldaqçılarının təhdidləri altında pulu kartda saxlamaq qorxulu, hər an kiminsə sizin zəhmətinizi oğurlaya biləcəyi düşüncəsi insanı narahat edir, rahat yatmağa qoymur. İndi isə bankomatdan pul çəkmək. Bu indi sanki yeni bir vergi ödəyirmiş kimi qana batırılmış bir hərəkətdir. Sizin cibinizə uzanan gizli bir əldir. Hazır olun əzlərim. Bu soyğunçu qanun qüvvəyə minməmişdən əvvəl poçt şöbələrində qanqaradan basabaslara və etirazlara. Çünki insanlar başqa bir yol tapa bilməyəcəklər. Növbələr saatlarla uzanacaq. Bu da yaşlı insanlar üçün böyük çətinliklər yaradacaq. Əzizlərim, mən bu sözləri deyəndə ürəyim qan ağlayır. Təsəvvür edin, illər boyu bu vətən üçün çalışmısınız, can qoymusunuz, sağlamlığınızı qurban vermişsiniz. Neçə soyuq qış, qızmar yay görmüsünüz, hər cür çətinliyə dözmüsünüz. Bəlkə kənd təsərrüfatında tarlalar becərmişsiniz, bəlkə pambıq yığmışsınız, bəlkə də toxuculuq fabrikində, maşın qayırma zavodunda ağır sənaye məhsulları istehsal etmişsiniz. Bəlkə də müəllim, həkim olaraq gələcəyimizin bünövrəsini qoymusunuz. Minlərlə şagirdə bilik vermişsiniz, minlərlə insanın sağalmasına səbəb olmusunuz. Kiminiz Bakıda neftə işləyib, neft fontanları qaldırıb, kiminiz rayonlarda, obalarda maldarlıqla məşğul olub, minbir əziyyətlə ailəsini dolandırıb, torpağını qoruyub, kiminiz də uşaqlarını böyütmək üçün həm evdə, həm də işdə gecə-gündüz bilməyib, həm ana, həm ata, həm də bir zəhmətkeş vətəndaş olaraq cəmiyyətə xidmət edib. Yəqin ki, bugün pensiya alan hər kəsin danışılacaq neçə əmək hekayəsi var. Hər bir hekayə bir romandır, bir filmdir. Hər biri bu ölkənin tarixinin bir parçasıdır. Hər tikdiyiniz fabrik, hər becərdiyiniz tarla, hər böyütdüyünüz övlad, hər verdiyiniz bilik, hər sağaltdığınız insan bu dövlətin varlığına, inkişafına, qüdrətinə bir töhfədir, bir daşdır, bir kərpizdir. Bu cəmiyyətin sütunudur. Sizin zəhmətiniz olmasaydı, bugün bu dövlət necə olardı? Bəs indi? Bu dövlət sizin bu fədakarlığınızı necə dəyərləndirir? Sizin halal qazandığınız pensiyadan bankomatda pul çəkərkən 2% kəsməkləmi? Bu ədalətlidirmi? Bu haqsızlıq deyilmi? Bu vicdansızlıq deyilmi? Mən sizdən soruşan dəyərli böylərim, neçə il əmək stajınız var? 30 il, 40 il, 50 il, bəlkə də daha çox. Bu illər ərzində hansı çətinliklərlə üzləşdiniz? Hansı fədakarlıqlar etdiniz? Ən ağır işlərdə belə dövlətə xidmət etdiniz. Vətənə sədaqətlə xidmət etdiniz. Bəs indi nə qədər vaxtdır ki, bu pensiya sizi dolandıra bilmir? Kommunal xərcləri ödəməyə gücünüz çatmır. Dərman almağa belə tərəddüd edirsiniz. Bu zəhmətinizin qiyməti, qədir qiyməti budurmu? Sizdən xahiş edirəm, öz ürək sözlərinizi, yaşadığınız illəri, əmək stajınızı bizimlə bölüşün. Qoy hər kəs görsün ki, bu manatlar asanlıqla qazanılmayıb. Bu manatlar hər birinizin ömrünüzün bir hissəsidir. Sağlamlığınızın, gəncliyinizin, alın tərinizin qarşılığıdır. Öz şərhlərinizi yazmaqdan çəkinməyin. Sizin səsini eşidilməlidir. Sizin təcrübələriniz digərlərinə örnək olmalıdır. Əziz izləyicilər, bu kimi mühüm xəbərləri, hüquqi məsləhətləri və pensiya haqqında ən son məlumatları qaçırmamaq üçün kanalımıza abunə olmalı və bildirik zəngini aktivləşdirməyi unutmayın. Çünki bugün sizə danışacağım hər bir məlumat sizin hüquqlarınızı qorumaq üçün bir qalxan ola bilər. Gələcəkdə qarşılaşacağınız problemlərdən qorunmağınıza kömək edə bilər, sizi zərərdən qoruya bilər. Unutmayın ki, məlumat gücdür. Xüsusilə də qanunlar və sizin hüquqlarınız haqqında məlumat sizi hər cür haqsızlıqdan müdafiə edə bilər. Xatırlayırsınızmı, əvvəllər necə idi? Bəli, əvvəllər də çətinliklər var idi. Pensiya az idi, dolanışıq çətin idi.
Heç vaxt asan olmayıb. Sovet dövründə də, müstəqilliyin ilk illərində də bu problemlər mövcud idi. Amma bir ləyaqət var idi, bir hörmət var idi. Amma heç olmasa bankomatdan pul çəkəndə kiminsə sizin pulunuza göz dikdiyini hiss etmirdik. Kiminsə əlinin cibimizdə olduğunu düşünmürdük. Hələ bankomatlar bu qədər geniş yayılmamışdan əvvəl insanlar pensiyalarını poçt şöbələrindən ya da hətta kəndlərdə poçtalyonların gətirdiyi nağd pulla alırdılar. Pulu əldən ələ alırdılar. O zaman da növbələr olurdu, bəzən uzun olurdu. Amma ən azı hər kəs öz əlindəki pulun hər qəpiyinə sahib olduğunu bilirdi. Hər qəpiyinin özünə məxsus olduğunu bilirdi. Sonra pensiya kartı çıxdı. Dedik ki, asanlıq oldu. Uzun növbələrdə durmaqdan qurtulduq. İstənilən vaxt pulumuzu ala bilərik. Bu bir yenilik idi. Hətta DSMF, Dövlət Sosial Müdafiə Fondu, pensiyaları vaxtında, hətta bəzən 1-2 gün əvvəl köçürürdü. Vətəndaş da rahatlıqla gedib öz pulunu çəkirdi. Heç bir əlavə ödəniş, heç bir kəsir olmadan. Nə bələdiyyə, nə icra hakimiyyəti, nə də banklar bizim pullarımıza toxunmurdular. Onların sizin halal qazancınızdan pay istəmək kimi bir fikirləri belə olmazdı. Bu heç ağıllarına da gəlməzdi. Bəlkə pulun dəyəri də biraz başqa idi. Bəlkə 1 manata daha çox şey almaq olurdu. Bəlkə bazarlıq daha bol olurdu. Əziz nənəmiz, rəhmətli Nərgiz nənə, hər ay pensiyasını alıb bazarlıq edərdi. Nəvələrinə şirniyyat alardı. Qalanını da qara gün üçün yığardı. Yastığının altına ya da köhnə sandığına qoyardı. Deyərdi ki, bala, qohum əqrəba arasında çətinə düşən olsa, yanımda olsun. Kiməsə möhtac qalmayayım, başımı aşağı salmayayım. Onun üçün o pensiya sadəcə pul yox, həm də ailəyə dəstək, ehtiyat, öz ləyaqətini qorumaq, ağsaqqal, ağbirçək olaraq öz hörmətini saxlamaq deməkdir. O pul onun illərlə çəkdiyi zəhmətin, minbir əziyyətin bəhrəsi idi, onun ömrünün aynası idi. İndi isə o ehtiyatdan da, o ləyaqətdən də kəsməyə çalışırlar. Bu sadəcə maddi bir məsələ deyil. Bu bizim yaşlılarımıza, ağsaqqallarımıza, ağbirçəklərimizə olan hörmətsizlikdir. Onların ləyaqətinə edilən bir təcavüzdür. Onların bütün ömrünü dövlətə xidmətə həsr etmiş insanların üzünə tüpürmək deməkdir. Onların haqqını taxtalamaq deməkdir. Bəs indiki vəziyyət necədir? İndi biz nəyin şahidiyik? İndi biz yeni, acı reallıqlarla üzləşmişik. Hər tərəfdən sıxılırıq. Bir tərəfdən telefon fırıldaqçılarının ciblərimizə uzanan əlləri. Sizin kartınız bloklanıb, mükafat qazandınız. Biz dövlət qurumundanıq, məlumatlarınızı təsdiq edin. Sizin adınıza kredit götürülüb kimi minbir yalanla insanları aldatmağa çalışanlar. Bu gün demək olar ki, hər gün bir vətəndaşımızın belə fırıldaqçılığın qurbanı olduğunu eşidirik. İnsanlar bəzən ömür boyu yığdıqları pulu itirirlər. Nəticədə isə insanlar qorxur kartda pul saxlamağa. Axı kim əmin ola bilər ki, onun 100-200 manat pensiyası ya da uşaqlarının göndərdiyi 1000-2000 manat fırıldaqçıların hədəfinə çevrilməyəcək. Bu qorxu ilə yaşayan insanlar məcburdur ki, pensiyasını nağd şəkildə alsın. Məcburdur ki, gedib bankomatdan çəksin. Və dövlət, banklar da elə bil bu qorxudan, bu aciz vəziyyətdən istifadə edərək, indi də bankomatdan pul çəkilişinə görə vergi tətbiq etmək istəyirlər. Bu sadəcə qanqaraçılıq yox, bu soyğunçuluqdur, bunun başqa adı yoxdur. Bu qərar əgər qüvvəyə minərsə, ən çox kimə ziyan vuracaq? Mən sizə deyim. Ən çox rayonda, kəndlərdə yaşayan, qəsəbələrdə dolanışığını təmin etməyə çalışan, Bakıda və ya xaricdə, qardaş Türkiyədə, qonşu Rusiyada, bəzən uzaq Avropa ölkələrində, övladı işləyən, özü isə doğma yurdunda tək qalan, təkcə qonşularının, qohum əqrabanın köməyini ümid edən nənə və babalarınıza. Onlar üçün bankomat tapmaq, istifadə etmək özü bir problemdir. Bəzən saatlarla yol getməli olurlar. Onların bankomatdan necə pul çəkməyi bildikləri də bir sual altındadır. Tez-tez övladlarından, qohum əqrabadan asılı olurlar. İndi isə o övladlar belə valideynlərinin pulunu çəkəndə onlardan 2% tutulacaq. Bu da onların onsuz da az olan pulundan kəsmək deməkdir. Bələdiyyə qanunları ilə, icra hakimiyyəti ilə məsələlərini həll edə bilməyən, hüquqi məsləhətə ehtiyacı olan, amma kimə müraciət edəcəyini bilməyən bu insanlara kim kömək edəcək? Kim onların haqqını müdafiə edəcək? Onlar üçün hər bir qəpik qiymətlidir. Hər bir manat onların dərmanıdır, çörək puludur, nəvə nəticəsinə verəcəyi şirinlikdir. Bu qərar ən çox risk altında olan pensiyaçı kateqoriyalarını necə təsir edəcək? Bu qərar sadəcə bəzi insanların deyil, yüz minlərlə insanın həyatına birbaşa ağrılı şəkildə təsir edəcək. Onların dolanışığını daha da çətinləşdirəcək. Birincisi, əmək pensiyasının minimum məbləğini alanlar. Yəni, cüzi pensiya ilə dolanan, hər manata ehtiyacı olan insanlar.
Təsəvvür edin, 120 manat, 150 manat pensiya alan bir insan üçün hər 2%, yəni hər 200 manat nə deməkdir? Bu onun bir günlük çörək puludur. Bu onun bir neçə dərmanının qiymətidir. Bu, bəlkə də bir aylıq marşrut puludur. Bəlkə də bir dəfə zəng etmək üçün telefon balansıdır. Bu qərar onların onsuz da çətin olan yaşayışını daha da çətinləşdirəcək. Onları daha da yoxsulluğa sürükləyəcək. Hər gün bir narahatlıqla yaşamağa məcbur edəcək. Pensiya alan hər kəs bilir ki, bu məbləğlə dolanmaq nə qədər çətindir. Bu məbləğlə ayın sonunu gətirmək nə qədər əziyyətlidir. İkincisi, kənd yerlərində, ucqar qəsəbələrdə yaşayanlar. Onlar üçün bankomatlar adətən daha uzaqda yerləşir. Bəzən pul çəkmək üçün qonşu kəndə, rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu yol xərci, bu vaxt itkisi hələ bir yana, indi isə bu yola getməklə yanaşı, həm də öz pulundan kəsiləcək. Bu ədalətsizdir. Kəndlərdə insanlar əsasən nağd pulla işləməyə vərdiş ediblər. Çünki orada bank kartı ilə alış-veriş imkanları məhduddur. Post terminallar yoxdur, internet yoxdur. Onların bu vəziyyətini nəzərə almadan belə bir qərar vermək sadəcə bu insanlara laqeydlik nümayiş etdirməkdir. Onların həyatını çətinləşdirməkdir. Üçüncüsü, sağlamlıq imkanları məhdud olan pensiyasılar. Onlar üçün bankomat tapmaq, növbədə durmaq, bu məbləği çəkmək özü bir əziyyətdir. Bəzən kiminsə köməyi olmadan bunu etmək mümkün deyil. Evdən çıxmaq belə onlar üçün problemdir. İndi bu əziyyətin üstünə bir də maliyyə yükü gəlir. Axı yaşlı, xəstə, əlil bir insanın bankomatdan pul çəkmək üçün kiməsə yalvarması, kömək istəməsi nə qədər çətin bir hissdir, nə qədər ləyaqətsiz bir vəziyyətdir. Bəzən utanıb deməyə də çəkinirlər. Bəs kimlərə yüksəliş, kimlərə dəstək olmalıdır? Dövlət Sosial Müdafiə Fondu kimləri daha çox dəstəkləməli, pensiyalarını yüksəltməlidir? Əlbəttə ki, ən az təminatlı, ən çox yardıma ehtiyacı olanları, çox uşaqlı anaları, müharibə veteranlarını, sağlamlıq imkanları məhdud olan şəxsləri, çətin və zərərli şəraitdə işləmiş insanları, uzun illər dövlət sektorunda çalışmış, amma cüzi pensiya alanları. Onlara verilən hər qəpik daha vacibdir. Onların hər manatı onlara daha çox dəstək olmalıdır. Lakin nədənsə dövlət elə bil ki, sadə vətəndaşın pensiyasının puluna daha çox göz dikib ondan kəsməyə çalışır. Bu mənə uzaq kəndlərin birində yaşayan Nigar nənənin hekayəsini xatırladır. Nigar nənənin əri erkən vəfat etmişdi. 5 uşağı var idi. Hamısı balaca idi. O, bütün ömrünü pambıq tarlasında, kolxozda işləyərək keçirmişdi. Əlləri qabar olmuşdu, beli bükülmüşdü. Əmək kitabçasında nə qədər xidmət ili yazılmışdısa, o qədər də ömrünü bu vətənə, bu torpağa vermişdi. Gəncliyini, sağlamlığını, gücünü bu torpağa qurban vermişdi. Övladları Bakıya, Türkiyəyə iş dalınca getmişdilər. Bəzən illərlə gələ bilmirdilər, ananın üzünü görmürdülər. Nigar nənə kənddə tək qalsa da, hər ay pensiyasını alıb, az da olsa öz qazanını qaynadırdı. Nəvələri gələndə də onlara 1-2 qəpik verib sevindirirdi. Ciblərinə pul qoyurdu ki, yolda yeyərsiniz, ay balalarım, ac qalmayın. Onun üçün o pul sadəcə yaşamaq vasitəsi yox, həm də öz ləyaqətini qorumaq, övladlarına yük olmamaq, ağ bir çək olaraq hörmətini saxlamaq deməkdir. O pul onun illərlə çəkdiyi zəhmətin, minbir əziyyətin, ana fədakarlığının bəhrəsi idi. İndi təsəvvür edin, belə bir Nigar nənə bankomata gedib 150 ya da 250 manat pul çəkəndə ondan da 2% kəsələr, bu sadəcə pul kəsmək deyil. Bu, onun illərlə çəkdiyi zəhməti, fədakarlığını inkar etmək deməkdir. Bu, sən bizə lazım deyilsən, sənin əziyyətin heç bir dəyəri yoxdur, sən bizə artıqsan deməkdir. Bəs bu cür vəziyyətdə Nigar nənə kimə müraciət etməlidir? DSMF-yə, bələdiyyəyə, icra hakimiyyətinə, kim onun haqqını müdafiə edəcək? Kim onun bu kəsilən 2%-ni ona geri qaytaracaq? Niyə bizim ağsaqqallarımız, ağbircəklərimiz öz halal pensiyalarına görə belə bir əziyyət çəkməlidirlər? Niyə onlar hər ay öz pullarından bir hissəni kiməsə vermək məcburiyyətində qalmalıdırlar? Bu bizim dəyərlərimizə, bizim adət-ənənələrimizə, bizim millətimizin böyüyə hörmətinə ziddir. Bizim qohum əqrəba arasında böyüklərə hörmət hər şeydən üstündür. Bəs dövlət haradadır bu hörmətdə? Mən bilirəm ki, bu problemlə üzləşən təkcə Nigar nənə deyil. Belə hekayələr hər birinizin qohum əqrəba arasında var. Hər bir evin içində bu cür çətinliklər yaşanır. Hər ailə bu çətinliklərlə mübarizə aparır. Bəlkə sizin özünüzün, bəlkə qonşunuzun, bəlkə də dostunuzun başına gəlib. Bəlkə də hər ay sizin də bankdan pul çəkərkən ürəyiniz ağrıyır. Bəlkə kəsməzlər deyə ümid edirsiniz. Siz indiyə qədər banklarla, pensiyanızla bağlı hansı çətinliklərlə üzləşmisiniz?
Hansı haqsızlıqlar görmüsünüz? Bəlkə kartınızdan əsassız yerə pul tutulub. Bəlkə hansısa xidmətə görə sizdən artıq pul alınıb. Bəlkə pensiyanız vaxtında köçürülməyib, gecikdirilib. Bəlkə də hansısa məmur sizə lazım olan məlumatı verməkdən imtina edib, sizi qapıdan qaytarıb. Bəlkə kimsə sizin pensiyanızı çəkməyə kömək edərkən sizə əlavə ödəniş irəli sürüb. Bizim bu platformamız sizin səsinizdir. Sizin haqlı etirazlarınızı eşitmək üçündür. Sizin dərdinizə şərik olmaq üçündür. Fikirlərinizi, təcrübələrinizi, yaşadığınız çətinlikləri bizimlə bölüşün ki, biz bu səsləri bir yerə toplayıb aidiyyatı qurumlara, DSMF-yə, Mərkəzi Banka, Milli Məclisə, hökumətə çatdıraq. Sizin hər bir sözünüz, hər bir şikayətiniz böyük əhəmiyyət kəsb edir. Onlar üçün bir siqnaldır. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Bu soyğunçuluqla necə mübarizə aparmaq olar? Biz passiv oturmamalıyıq, əzizlərim. Biz hüquqlarımızı bilməliyik və onları müdafiə etməliyik. Susqun qalmaq yalnız vəziyyəti pisləşdirəcək. Birinci və ən əsası, məlumatlı olun. Bu videonu paylaşın. Ailənizdəki, qohum-əqrabanızdakı hər kəsə çatdırın. Xüsusilə yaşlı insanlara, nənələrə, babalara bankomatdan pul çəkərkən diqqətli olmağı, yeni qaydalar haqqında məlumatlı olmağı izah edin. Onlara telefon fırıldaqçılarından necə qorunmağı da öyrədin. Bilin ki, bu qərar hələ ki qüvvəyə minməyib. Bu sadəcə bankların ciddi şəkildə nəzərdən keçirdiyi bir təklifdir. Lakin biz sustuqca, biz laqeyd qaldıqca onlar istədiklərini edəcəklər. Onlar sizin susqunluğunuzdan, sizin məlumatsızlığınızdan istifadə edəcəklər. İkincisi, mümkün qədər az məbləğlərdə pul çəkməyə çalışın. Əgər 200 manatdan yuxarı məbləğə komissiya tətbiq olunacaqsa, pulunuzu hissə-hissə, yəni 2 dəfə 150 manat və ya 3 dəfə 100 manat kimi çəkə bilərsiniz. Bəli, bu əlavə vaxt, əlavə əziyyət deməkdir. Bankomata bir neçə dəfə yaxınlaşmaq, növbədə durmaq deməkdir. Bəlkə də bir neçə bankomat gəzməli olacaqsınız. Amma ən azından pulunuzun kəsilməsinin qarşısını alacaqsınız. Amma bir daha təkrar edirəm, bu sadəcə müvəqqəti bir həll yoludur. Əsl həll yolu bu komissiyanın tətbiq olunmasının qarşısını almaqdır. Bu müvəqqəti tədbirlər bizi yox, onları narahat etməlidir. Onların işini çətinləşdirməlidir. Üçüncüsü, poçt şöbələrinin xidmətlərindən istifadə etməyə çalışın. Bəli, orada növbələr çox olur. Şərait bankomat qədər rahat olmaya bilər. Bəzən yaşlı insanlar üçün orada durmaq əziyyətli ola bilər, sağlamlıqlarına ziyan vura bilər. Amma hələlik orada pul çəkilməsinə görə komissiya tətbiq olunmur. Bu da müvəqqəti bir variantdır. Çünki təklif qəbul olunarsa, poçt şöbələrinə axın olacaq və orada da vəziyyət ağırlaşacaq. Növbələr 2 qat, 3 qat, bəlkə də 4 qat artacaq. Bu isə yaşlı insanların sağlamlığı üçün ciddi təhlükə yaradacaq. Onlara əlavə stres gətirəcək. Dördüncüsü, rəsmi qurumlara müraciət edin. Susmayın. DSMF-yə, Mərkəzi Banka, Ombudsman aparatına, Milli Məclisdə deputatlara müraciət edin, şikayət edin. Yazılı şəkildə, elektron şəkildə müraciət edin. Hətta şəxsən qəbullarına yazılın. Müraciətlərinizdə problemin nə qədər ciddi olduğunu, sizin üçün hər bir manatın nə qədər böyük əhəmiyyət kəsb etdiyini, bu qərarın sizin yaşayış şəraitinizi necə ağırlaşdıracağını, hansı çətinliklərlə üzləşəcəyinizi ətraflı izah edin. Sizin şikayətləriniz statistikaya çevriləcək və onların bu qərarı verməsinə mane ola bilər. Ya da qüvvəyə minsə belə, onun ləğv olunması üçün təzyiq formalaşdıra bilər. Hər bir şikayət, hər bir etiraz səsi bu haqsızlığa qarşı bir addımdır. Sizin haqqınızı tələb etməkdir, öz ləyaqətinizi qorumaqdır. Beşincisi, hüquqi məsləhət alın. Əgər bilmirsiniz kimə necə müraciət etmək lazımdırsa, hansı sözləri yazmaq, hansı quruma ünvanlamaq lazımdırsa, hansı sənədləri təqdim etməlisinizsə, bizə yazın. Mən və komandam sizə kömək etməyə hazırıq. Sizə doğru yolu göstərməyə hazırıq. Sizin yanınızda olmağa hazırıq. Sizin hüquqlarınızı qorumaq bizim vəzifəmizdir, bizim borcumuzdur. Unutmayın, birlikdə biz daha güclüyük. Birlikdə biz bu haqsızlığa dur deyə bilərik. Birlikdə biz öz haqqımızı tələb edə bilərik. Əzizlərim, bugün sizə danışdığım bu məsələ sadəcə bir maliyyə problemi deyil. O yaşlı nəslə qarşı hörmətsizlikdir. Onların illərlə çəkdiyi zəhməti heçə saymaqdır. Onların fədakarlıqlarını inkar etməkdir. Övladlarımızın, nəvələrimizin sabahı üçün, onların gələcəkdə öz pensiyalarının taleyini düşünməmələri, ləyaqətli bir qocalıq keçirmələri üçün biz bugün buna dur deməliyik, səsimizi ucaltmalıyıq. Sizin halal qazanılmış hər manatınız sizə aid olmalıdır. Heç kimin ona göz dikməyə haqqı yoxdur. Heç kimin sizin alın tərinizi, zəhmətinizi qiymətdən salmağa haqqı yoxdur. Videonun lap əvvəlində dediyim kimi,
Bu yeni xəbərə görə sizin alın tərinizlə qazandığınız manatlar daha sizə məxsus deyil. Bəs sizin özünüzün bu barədə fikriniz nədir? Necə düşünürsünüz? Əgər bu qərar qüvvəyə minərsə, sizin və ailənizin həyatı necə dəyişəcək? Bu 2%lik komissiya sizin üçün nə dərəcədə böyük bir itki olacaq? Bu sizin gündəlik xərclərinizə necə təsir edəcək? Bu sizin dərman pulunuzdan kəsilən bir pay olacaqmı, yoxsa bazarlıqdan kəsilən bir parça? Bu barədə fikirlərinizi aşağıda şərhlər bölməsində bizimlə bölüşməyi unutmayın. Biz sizin hər bir sözünüzü dinləməyə, hər bir şikayətinizi qeydə almağa, sizinlə birlikdə mübarizə aparmağa hazırıq.